Aziz dostlar, bax, bugün may ayının üçüdür. Sizlərə meyvə ağaçlarımızı göstərəm Opsi cəmlikdə. Deməli dostlar, hal-hazırda bax meyvəmiz var. 4-5 illik ağaçdır dostlar. Bax, ərik ağacı, görürsünüzmü? Bax, üzərində belə meyvəsi də var. Əslində meyvəsi çox idi dostlar. Külək tökdü meyvəsini, görürsünüzmü? Bax, bu ərik var. Ondan sonra dostlar, bax, şaftallarımız var. Üzəri meyvəli, görürsünüzmü? Maşallah, bax. Bax, çəkdin xalalı. Dostlar, şaftalı çox da. Üzəri meyvə, şaftalı çoxdur dostlar. Ondan sonra geçme xalalı. Bax dostlar. Bax, qırmızı qaraqatlar, salxım kimi deyirdim mən sizə. Bax, salxım gətirənlər. Ondan sonra, bax, əziz dostlar, bu da qarasıdır. Bax, qarası da var dostlar. Bax, salxım kimi gətirənlərdən. Bu da qaraqat dostlar. Rusca deyirlər, Svarodna. Bu arada, bax, çəyrəklərimiz də var dostlar. Bax, maşallah, dəyək çəyrəklərimiz bu arada. Süper dadı. Get qabaq xala. Bax dostlar, armudlarımız var, görürsünüzmü? Hələ cabra. Xala, bu armudlar çək buradan zəhmət olmasa. Bax, böyrünə bax, maşallah. Necə qəşəng gətirib, bax, bax. Çəkdin xala oğlu. Bax dostlar, sonra sitruslarımız var. Mandalinlər süper çiçəkliyib xala. Bunu yaxından göstər, bax. Güya dostlarımız meyvəyə düşüb, görürsünüzmü? Ondan sonra dostlar, portakallarımız var. Portakallar çiçəklədir, biraz da meyvə düşəcək. Sonra limonlarımız var. Güzel çiçəkli. Yəni dostlar, həm sitrus, həm belə meyvə, gilə meyvə, nə cür rəngsir var Bunlar hamısı harada? Tək bir ünvanda. Bakı şəhəri Bayır qəsəbəsi. Adından gözəl meyvə ağaçları. Gəlin aparın da.